Salam dostlar, bu günləri sizlə birlikdə ilk vlogumuzu çəkirik. Deməli bu günləri neçə vaxtdır dediyim vlogu axır ki çəkə bilirəm. 10 dəqiqəlik yəqin ki olacaq. İlk videomda istirdim gəzib tozaq. O da ki yağışa düşdü. Ağdaşa diplomumu götürməyə gəlmişdim. O da ki yağışa düşdüm, sağ olsun. Saçım zadım bütün soldu. Obşum sözümüz nədədir? Yavaş-yavaş xırda-xırda vloglar çəkiləcək. Belə axırda düzgöş eləyib 10 dəqiqəlik yəqin ki video olaraq atacağam. Kalezi gedirəm. Kalezi daha doğrusu ev danışmağa gedirəm. Kalezin yanında bir günlük qalmağa. Gedə görək başımıza nə gəlir. Hələ ki getdiyimiz yol ağa yollardır, məhəllələr. Belə görsənir yol. Yəni sən də düşdün amma olsun. Nəysə dostlar, gedirik. İnşallah ki yaxşı olar. İlk videomuzdur. Yoxlayaq görək nə tər olacaq. Yəni belə. Arxada düşsün. Arxa yol belədir. Neçə vaxt deyirdim elə. Prosto da çəkmirdim. Axır ki çəkəcəm. Çəkəcəm ya daha doğrusu çəkirəm şey. Qəşəng tutuyurlar. Nəysə dostlar. Belə. Dediyim kimi qısa-qısa fraqmentlər var. Fraqment deyirlər ona, yoxsa nədir? Kliplər. Onları birləşdirəcəm. Növbəti klipdə görüşərik. Nəysə dostlar, deməli 3 il kollec oxudum burada, Ağdaş Dövlət Humanitar Kolleci. Neçə vaxt idi diplomumu gəlirdim götürməyə, götürə bilmədim. Daha doğrusu götürə bilmədim, yox gələ bilmədim, vaxt alınmadı. YouTube'a video atmamaqda da ki, bəzi səbəblər var idi. Onlardan biri də vaxt bir də iş problemimizə də oldu, ona görə çəkə bilmirdim. Deməli dostlar, növbəti gündən salam. Getdik neynədik, diplomumu götürdüm. Diplomu götürməyə gəlmişdim o bura. Qırmızı verdilər, prosto üzümüzü götürmədik. Nəysə, diplomumuzu götürdük. Kolleci çəkən mənim nə görə? Çünki çox adam var idi. Çox adam deyəndə var idi də, prosto nə bilim, təzə olduğumuza görə biraz çəkindik. Çəkinmədik, yəni istər-istəməz alanda olur da, stres, həyəcan. Yəni belə şeylər. Amma hər şey yaxşıdır, bomba kimi gəldik, götürdük. Bu əslində Ağdaş vlogundan çox elə öz vlogum oldu. Özümü tanıtdırmaq barədə belə oldu. Əslində belə olmağa daha yaxşıdır. İlk videodan tanış oluruq, belə deyək. Yəni indi parka gedəcəyik. Parkı da göstərərəm. Orada da biraz video çəkərik. Yenidən bura gəldiyimə məmnunam mı desəniz, deməyəcəksiniz böyük ehtimal. Amma xoş oldu. Yəni əvvəlki günləri yad eləmiş kimi olduq. Məsələn deyim, adamda belə qəribə bir his yaranır. Obşim gedirik hara, parka, parkı göstərəcəm sizə. Ondan sonra da yəqin ki təzədən Bakıya evə qayıdaram. Bakıda da yəqin videolar çəkiləcək, amma Bakıda inanmıram belə çox axım-şaxım videolar gəlsin. Çünki Bakını demək olar ki Azərbaycanın 70% bölgəsi onsuz da tanıyır. Gedən getməyən videolarda falan doludur. Prosto özüm bu videonu həm də çəkdim ki biraz ilk video idi, həm də məndə də maraq yarandı, ona görə çəkdim belə deyək. Nəysə, parkda görüşərik. Eşyalar, dəyəklər dediyimiz parka, Ağdaşın parkına. Birinci növbədə arkada asılmış bayraq diqqətdəki, sonra burada fəvvarələr var. Sadəcə olaraq hələ ki işləmir. Bunlar hər gün yəqin ki axşamüstü qoşulurlar fəvvarələri. Parkımızın ümumi görünüşü isə belədir. Yəni çox böyük də park deyil. İndi digər tərəfdə var, sadəcə orada gəlib oranda göstərəcəyik. Yəni belə pis park deyil əslində, yaxşı park. Düzdür, mən 3 il burada oxumuşam. Yəni bu qədər burada sonradan çox dəyişikliklər oldu. Məsələn, burada fast food falan yox idi, sonradan fast food açdılar. İndi digər yerlərində gəzib görsədək, deməli o qədər də çox belə gəzməli yeri yoxdur, nə barədə yeri yoxdur. Yəni park bildiyimiz Bakıdakı parklar qədər də böyük deyil, amma orta deyək də, orta parklardan biridir. Qarşıda indi atraksiyonlar var. Gedirik oraları da görsədək. Yəni bildiyimiz parkdır, belə gedir yol. Burada kafe var, çox parkın içində kafelərimiz çoxdur. İpirosdakı burada qatar atraksiyonu olub əvvəl, sadəcə indi yığışdırıblar. Yığışdırıblar deyəndə artıq yəqin ki istifadə yararsız olub, ona görə bağlayıblar, özləri yığışdırmazlar. Sonra digər tərəfdə idman üçün alətlər var. Hava küləklidir, biraz səsim yaxşı gəlməyə bilər. Oranda qaydanda göstərəcəm, amma hələ ki bu tərəf belədir.
bu tərəfin görünüşü. Park yaşıllıq çox qəşəngdir, super dəqiqətən. Yaşıllıq sevən biri məsəl üçün burada gəlib tonla gəzib ya da ki oturub istirahət edə bilər. Bəli dostlar, hal-hazırda gəldik Ağdaşda olan ən böyük attraksiyonlardan biri olan Çarxın yanına. Çarx hal-hazırda işləmir, yəqin ki hava şəraitindən asılı olaraq işləmir. Külək plusdakı ara bir yağış yağır, yanır. Yəqin ona görə işləmir. Amma belə ümumi mən bir dəfə minmişdim, düzdür. Yəni səhv etmirəmsə, kurgu 8-15 dəqiqə arası belə fırlanmalıdır. Bunun arxa tərəfini görsədim sizə ən yaxşısı həm də. Burada kafeler var, burada da kafe var. Ümumiyyətlə parkın içində vəbşim kafe çoxdur. Biraz rus dilində keçdik. Burada kafe çoxdur. İndi də hətta istifadəyə verilib belə bir kafedir. Həm də burada oturmaq üçün yeri də var. Qarşımızda bir süni göl var. Yaradılıb. Yəni ümumi götürdükdə gəzmək üçün, bayaq dediyim kimi və hava almaq üçün çox qəşəng bir yerdir. Görünüşdə video çəkişdə daha doğrusu biraz problemlər ola bilər. Əlimi hələ də tam ayarlaya bilmirəm. Səs diksiyamda və yaxud da ki sözlərimdə biraz da problem ola bilər. Yəni yenə dediyim kimi tam hələ öyrəşməmişəm. İlk videomuz olduğuna görə yəqin ki 2-cü videolardan artıq bu problemi də aradan qaldırırlar. Bizdəki səs problemi, səs böyük ehtimalla zəif gəlir. Çünki telefondan çəkiş edirəm qabaq kamera ilə. Yəni bu cür problemlərlə rastlaşa bilərik. Soruşsanız tək atraksiyon budurmu? Xeyr, tək atraksiyon bu deyil. Qarşıda Türklər demiş çarpışan avtomobillər var, toqquşan. Bizim dildə nə deyirlər bilmirəm, toqquşan məncə bizim dildə deyil. Buradadır o da. Səhv etmirəmsə girişi 2 manatdır. 2 manat 3 dəqiqə. Qarşıda bir dənə də fırlanan çarx var. Sadəcə buradan görsətsəm oranı tam çəkə bilməyəcəm. Digər bu tərəf yox deyə. Hə bura. Oradır. Orada sadəcə mahnı olduğuna görə çəkə bilmirəm. Bilirəm ki YouTube tərif haqqları nədənilə səsi kəsəcək. Hal-hazırda parkın sonuna gəlmişik. Qabaqda da bir hissəsi qalıb. Oranda sizə çalışacağam göstərim. Ümumi olaraqsa parkın girişi qarşımızdan da var, arxa tərəfdən, digər tərəfdən də var girişi. Daha doğrusu bir çox yerdən girişi var. Sadəcə olaraq giriş hissəni götürə bilmədim, video kadrı ala bilmədim. Külək biraz çoxdur, səs zəif gələ bilər, yenə də deyirəm. Səs problemini bir daha həll eləməyə qalıb. Səs problemini həll eləyəndən sonra hər şey mənə elə gəlir çox qəşəng olacaq. İlk videodur, yəni də ola bilər məncə normal bir şeydir bunlar. Ağdaşın insanları mehribandırmı desəniz, yəni mən burada 3 il qaldığım müddətdə bir pislik görməmişəm heç birinə, hətta yaxşılıq görmüşəm, belə deyim. Yəni mehriban insanlardır. Bəli, hal-hazırda gəldik Ağdaş parkının qurtaracaq hissəsinə. Əslində həm də giriş hissəsidir, həm də şəhidlərin adlarına belə bir abidə düzəldiblər. Daha doğrusu şəkillərini vurublar, həm də dəmir yumruq 8 noyabr Zəfər günü adından belə bir şey düzəldiblər. Abidə olaraq, xatirə olaraq. Yəni ümumilikdə götürəndə isə belədir. Nəysə deməli tarlı video, nətər tarlı yekunlaşdı, gedirik Bakıya. Bazar istəyirdim görsəm, mən bazar əslində belədir, arxada gördüyünüz kimi. Prosta girə bilmədim. Çünki həm çox adam var, çox bəlkə bir maraq olacaq ona görə. Həm də belə. Bu qədər. Bəli dostlar, Ağdaş turumuzun sonuna gəldik. Ağdaş turu demək olmaz əslində. Özümüzü tanıtmaq vlog oldu bu. Ağdaşı heç göstərə bilmirəm. Opşim qutardı, hal-hazırda yer üstü keçiddən keçirik. Yol belə görsənir. İşıqdan görsənir, yoxsa yox. Daha doğrusu günəşdən. Günəş mənim gözümü deşdi. Qutardı boyumuz bu qədər. Bəyəndinizsə videonun zəhmət olmasa like edib, abunə olmağı unutmayın, bizə dəstək olun ki daha çox motivasiya olaq, bu cür videolar daha çox gəlsin. Külək bir də maşının səsini bilmirəm, səsimi eşidilir yoxsa yox, amma yəqin ki dəstək olarsınız. Çox sağ olun özünüzdən. Rayət olun, var olun. Hələlik, növbəti videolarda görüşürük.